İnfeksiya keçirtdim, uşaq inkişafdan qaldı. Ana nə qədər pis qidalanmalıdır ki, o qida defisiti artıq uşağa təsir etmiş olsun. Bu, dölün bətindaxili inkişaf ləngiməsinə səbəb ola bilər. Bugün dölün bətindaxili inkişaf ləngiməsi barəsində danışırıq. Bu, hamilə qadınları narahat edən çox ciddi mövzulardan və əslində çox geniş mövzulardan biridir. Bir YouTube videosu deyərdim ki, bu mövzunu tam izah eləmək üçün azdır. Amma mən bugün sizə daha sıx rast gəlinən səbəblər və nə etmək lazımdır bu durumlarda onlardan danışacağım. Birincisi, bizim hamilə qadınların və mən pasiyentlərlə işləyərkən müşahidə etdiyim ən çox yanıldığı bir hissə var bu məsələdə. İnfeksiya məsələsi. İnfeksiya keçirtdim, uşaq inkişafdan qaldı. Baxın, dəyərli hamilə xanımlar, infeksiya dölün inkişaf ləngiməsində cəmi 5% yeri tutur. Yəni, rast gəlinən səbəblər içərisində 5% yerdədir. Qalan digər səbəblər içərisində ən başlıca, ən əsas yeri tutur plasentasiya pozuqluqları, yəni cift problemləri. Bu cift problemləri erkən cift problemləri də ola bilər, yəni hələ erkən cift yaranma prosesində olan pozulmalar, düzgün implantasiya getməməsi, düzgün vaskulyarizasiya, damarlanma prosesinin qeyri-düzgün olması, orada müəyyən patoloji proseslərin baş verməsi, bəzən bunlar genetik olaraq da kodlanır, bəlirlənir, hansı ki, bugün axıra qədər tam olaraq öyrənilməyib, bunlar səbəb olur. Bəzən də ciftdə sonradan qazanılma hər hansı bir problemlər yaranır. Məsələn, bir yerlərə qədər cift yaxşı gəlmişdi, amma birdən-birə hamiləliyin hansısa həftələrində tutaq ki, ciftdə geniş, intensiv infarkt sahələri yaranmağa başlayır və yaxud da xorioanginomalar yaranır, yəni ciftdə genişlənmiş damarların yaranması və s. kimi və yaxud da cift bir yerdən sonra inkişaf etməyi istəmir, cift yaratmazlığı başlayır. Qan dövranı, cift qan dövranı pozulmaları başlayır. Və beləliklə, dediyim kimi, daha çox bu məsələdə səbəb düşür ciftin üzərinə. Digər səbəblər də var. Məsələn, ananın, tutaq ki, elə infeksiyalardan danışdıq, hamiləlik dövründə kəskin infeksiyalar keçirməsi, rubella kimi, sitomegalovirus kimi, toksoplazma kimi, siflis kimi, vərəm kimi və s. kimi istənilən ağır infeksion bir xəstəlik, yəni ilkin olaraq hamiləlikdə keçirilən bu dölün bətindaxili inkişaf ləngiməsinə səbəb ola bilər. Və yaxud da digər faktorlar var. Bunlar dölün özünə bağlı faktorlardır. Məsələn, uşağın özünün inkişaf qüsurları. Məsələn, Down sindromlu uşaqlar və yaxud da qastroşizisli uşaqlar və yaxud da digər, tutaq ki, anadan gəlmə qüsurlu uşaqlarda da dölün inkişaf ləngiməsini biz sıx-sıx görürük. Çox döllü hamiləlikdə risk faktorlarından biridir. Xüsusən də tutaq ki, 2 dölün və yaxud da 3 dölün bir cifti varsa, yəni bir ciftlə qidalanırlarsa, burada da dölün hansısa birinin inkişafdan qalması riski artmış olur və yaxud da bəzən bir döldən digərinə qan getməsi deyə bir sindrom var. Yəni biri qidalanmır, digəri başlayır qidalanmağa. Belə bir hallarda da dölün inkişafdan qalma sindromlarına biz rast gələ bilirik. Sosial-ekonomik faktorlar var. Məsələn, siqaret çəkən, içki içən, narkotik maddə qəbul edən qadınlarda dölün inkişafdan qalma riskləri artmış olur. Şükür Allaha ki, bunlar bizim ölkəmizdə bugün çox az hallarda rast gəlinir. Demək olar ki, rast gəlinmir. Və bir də ananın qidalanma faktoru var. Bu da çox verilən suallardan biridir. Yəni, ana pis qidalanarsa, tutaq ki, uşaqda inkişafdan qalma olarmı? Burada pis qidalanma dedikdə kəskin qida defisitindən söhbət gedir. Yəni, ana nə qədər pis qidalanmalıdır ki, o qida defisiti artıq uşağa təsir etmiş olsun. Tutaq ki, vitamin, mineral defisiti. Yəni, sadəcə olaraq iştahım yox idi, 12-16 həftəyə qədər qaytarırdım, ürək bulanmam çox idi və s. kimi yüngül dərəcədə olan, tutaq ki, ananın qida pozulmalarına görə döl hələm-hələm inkişafdan ləngiməz. Yəni, bu da az rast gəlinən səbəblərdən biridir. Ananın anemiyası, yəni anada olan qan azlığı, bu da çox verilir belə bir sualda ki, dölün inkişaf ləngiməsinə səbəb olurmu? Əslində yox. Ananın qan azlığı əksər hallarda uşaqda inkişaf ləngiməsinə səbəb olmur. Bu da tədqiqatlarla kifayət qədər sübut olunub. Ananın xronik hipoksiyası, məsələn, oksigeni az olan şəraitlərdə, tutaq ki, yüksək dağ bölgələrində yaşayan qadınlarda, bəli, döldə inkişaf
ləngiməsi olması halları sübuta yetirilib. Bu da bir faktordur və bir də hamilə qadının ağır xəstəlikləri, hər hansı bir tutaq ki, ürək-damar xəstəliyi, böyrək xəstəliyi və s. kimi problemləri, bunlar da dölün inkişaf ləngimələrinə səbəb ola bilir. Bəs dölün inkişaf ləngiməsi diaqnozunu necə qoyuruq? Burada da ən çox rast gəldiyim yanlışlardan biri cəmi bir dəfə edilən ultrasəs müayinə ilə dölün inkişaf ləngiməsi diaqnozunu qoymaqdır. Bu qətiyyən düzgün deyil. Şübhələnə bilərik. Amma dölün inkişaf ləngiməsi diaqnozu 2 həftə, 1 həftə aralıqlarla təkrar edilmiş ultrasəs müayinəsi və Dopplerlə birlikdə qoyulmalıdır. Yəni, həm doppleroqrafik müayinədə, həm də ardıcıl edilən ultrasəs müayinələrdə artıq həm qan axınında, həm də uşağın çəki almasında problemlər varsa, o zaman bizim dölün bətindaxili inkişaf ləngiməsi diaqnozunu qoyma haqqımız var. Çünki bir dəfə edilən ultrasəs müayinəsində biz bilə bilmərik. Bəzi döllər genetik olaraq kiçik olur. Məsəl üçün, tutaq ki, bəzi uşaqlar 2 kilo yarım çəkidə doğulur, bəziləri 4 kilo çəkiyə yaxın doğulur. Onların genetik çəkiləri fərqli ola bilir. Eyni zamanda elə hamiləliyin müxtəlif həftələrində aldıqları çəkilər də fərqli ola bilir. Məsələn, 30 həftəsində bir uşağın çəkisi 1 kilo olar, digərininki 1 kilo 800-ə çata bilər, tutaq ki. Ona görə bir dəfə edilən ultrasəs müayinəsi kifayət deyil. Bəs dölün inkişaf ləngiməsi varsa nə etməlidir belə bir hamilə qadın? Bu gün dölün bətindaxili inkişafləngiməsini müalicə edən, xüsusən də ciftə bağlı səbəblərdə dərman yoxdur. Yəni biz o cifti, biz o yarıtmaz cifti, qüsurlu cifti hər hansı bir dərmanla düzəldə bilmərik. Əgər bu ananın infeksiyasına bağlıdırsa, bu başqa məsələ. İnfeksiyaları müalicə etməklə və s. bu prosesin qarşısını almış ola bilərik. Amma xüsusi bir sehirli dərmanımız yoxdur ki, biz sizə verək, cift yarıtmazlığını, qan dövranını bərpa edək, düzəldək və bətindaxili inkişaf ləngiməsini müalicə edək. Bunun üçün hətta bir ümumi dünya tərəfindən qəbul olunmuş bir sxem də var. Onu da sizə şəkil halında göstərirəm ki, nə edilməlidir? Bu, ultrasəs müayinədə və doppleroqrafik müayinələrdə izlənmədir. Sadəcə olaraq belə hamiləni izləyirik 1-2 həftə aralıqlarla. Və əgər doppleroqrafik müayinədə endiastolik revers axın deyə bir vəziyyət var ki, bu ciddi bir durumdur. Belə bir durum müşahidə olunursa artıq bu içəridə uşağın ciddi şəkildə əziyyət çəkdiyini, hipoksiya keçirdiyini göstərir və o zaman bu hamiləlik artıq 30-31-ci həftələrdirsə sonlandırılır. Qalan hallarda isə sadəcə olaraq müşahidə etməklə bir bəlli həftələrə də çatdırmaq mümkündür. Mövzumuz bu qədər. Maraqlı suallarınızı bizə ünvanlayın, kanalımıza abunə olub bizi dinləməyi də unutmayın.